Mahsun Kimya kanalından hər birinizə salamlar. Bugün baxacağımız mövzu alkinlər və aromatik karbohidrogenlərin ətraflı yazılı cavab tələb olunan tapşırıqlarıdır. Baxacağımız suallar isə videonun açıqlama bölməsində qarşısında videonun hansı hissəsindən başlamaq da olmaqla verilmişdir. Sual 4. Sualda nə deyilir? Deyilir qarışığın tərkibində stirol və alkin vardır və molekulda hidrogen atomlarının sayı stirol və alkin üçün hər ikisində bərabərdir. Yəni hər ikisində A-dır. Bu nə deməkdir? Biz bilirik ki, stirolun yazılışı C8H8 şəklindədir. Yəni stirolun 8 dənə hidrogeni var. Əgər stirol və alkinin hidrogen sayı bərabərdirsə, yəni hər ikisində A-dırsa, deməli A neçədir? A bərabərdir 8. Bəs alkinlərin yazılışı necədir? CnH2n-2 şəklində. Yəni 2n-2 bərabərdir 8. 2n-2 bərabərdir 8. 2n bərabərdir 10. N bərabərdir 5. Deməli, alkin molekulunun karbon sayı 5-dir. Demək, alkinin formulu C5H8 imiş. Beləliklə, birinci hissənin cavabını tapdıq. Keçək digər hissəyə. İkinci hissədə qeyd olunub ki, əgər verilmiş qarışıq maksimum 2000 qram 4%li bromlu suyu rəngsizləşdirirsə, X-i hesablayın. Bəs bunu necə həll edərik? Baxın, biz bilirik ki, stirolda bir pir abidəsi var. Niyə? Çünki stirolu yazanda C6H5, CH, CH2. Bu şəkildə yazırıq. Burada bir pir abidəsi var. Düzdürmü? Və bunun bir pir abidəsi varsa, demək bu maksimum 1 mol brom molekulu ilə birləşə bilər. Çünki niyə? 1 mol brom molekulunda 2 dənə brom atomu var. Və bu bir pir abidəsi qırılarsa, nəticədə 2 dənə brom birləşdirə bilər. İndi buna əsasən hesablamamızı aparaq. Baxın, deyir ki, stirol 0,1 moldur. Əgər 1 mol stirol 1 mol brom 2 birləşdirirsə, 0,1-i nə qədər birləşdirəcək? Məsələn, x qədər. X də bərabərdir 0,1. Yəni 0,1 mol brom bu stirolun bromlaşmasına, yəni belə deyim, bromlu suyu rəngsizləşdirməsinə istifadə olunacaq. Bəs yerdə qalan nə qədərdir? Baxın, deyir ki, 2000 qram 4%li bromlu suyu rəngsizləşdirərsə, 2000-in 4%-ni tapaq. Baxın, necə taparıq? 2000-i vurarıq 4-ə, bölərik 100-ə. Buradan 2 dənə 0 getsə, qalar 80 qram. Yəni 80 qram ümumi bromun kütləsidir. Biz də bayaq hesablayanda tapmışdıq ki, 1 mol stirola 1 mol brom 2 sərf olunarsa, 0,1-ə 0,1 mol brom 2 sərf olunar. İndi 0,1 mol brom 2-nin kütləsi nə qədərdir? Onu hesablayaq. 0,1 mol brom 2-nin kütləsi də olacaq. 0,1 vurulsun. 2 dənə brom vardı. Hər bir brom 80 qramdır. Baxın, burada göstərilib. Vurulsun 160. O da bərabərdir 16 qram. Yəni 16 qram stirolun bromlaşmasına sərf olunub. Bəs yaxşı, nə qədər alkinə sərf olunub? 80 çıxılmış 16 qədəri. O da bərabərdir 64 qram. Yəni 64 qram brom alkinlə reaksiyaya sərf olunub. İndi baxaq görək, bu alkinin molu neçəymiş? Bunu da elə bu tapdığımız 64 ilə hesablayırıq. Baxın, 1 mol alkinə nə qədər brom sərf olunur? 2 mol. Düzdür? 2 mol brom 2. Burada neçə dənə brom var? 4 dənə brom atomu var. Düzdür? Yəni 1 mola 4 dənə brom atomu sərf olunur. İndi bir dənəsinin kütləsi 80 qramdırsa, 4-ünün kütləsi nə qədərdir? 320 qram. 320 qrama 1-dirsə, yəni 1 mol alkin reaksiyaya daxil olursa, 64 qrama neçə olacaq? 64 qram olacaq, tutaq ki, x qram. Buradan x bərabərdir 0,2 mol. Yəni x neçəymiş? X 0,2 imiş. Sual 5. Sualda nə deyilir? Alkin verilib, hansı ki x ilə işarə olunub. Molekulundakı hibrid orbitallarının sayı A-dır. Və biz bilirik ki, alkinlərdə hibrid orbital sayı 4n-4 düsturu ilə hesablanır. Bunu bizə A kimi verib, yəni A-ya bərabər verib. Daha sonra nə deyir? Deyir ki, molekulunda rabitənin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların sayı isə açıq 2-dir. Biz də bilirik ki, alkinlərdə qeyri-hibrid orbital sayı 2n üstəgəl 2 düsturu ilə hesablanır ki, bizə də bu məsələnin şərtində bunu açıq 2 kimi verib. İndi nə edirik? Baxın,
Burada A kimi verilib, düzdür? Burada da A kimi almaq üçün cavabı bu 2-ni gətirib qoymaq lazımdır sol tərəfə. Yəni 2n üstəgəl 4 bərabərdir A. İndi burada olan A ilə burada olan A-nı nə edirik? Bir-birinə bərabərləşdiririk. Yəni 4n çıx 4 bərabərdir 2n üstəgəlmiş 4. Daha sonra bu 2n'i bura atsam, bu 4'ü bura atsam necə olar? 2n bərabərdir 8, n bərabərdir 4. Yəni alkinin formulu C4H6 imiş. Sualda məndən nə soruşulur? Sualda deyilir ki, x-in formulunu müəyyən edin. X-in formulunu artıq müəyyən etdik. C4H6. Daha sonra nə deyir? Deyir, x-in bromlu suyu rəngsizləşdirməsinə səbəb olan reaksiya tənliyini yazın. Baxın, bu reaksiya necə olacaq? Belə olacaq da C4H6 üstəgəl 2 dənə brom 2. Niyə 2 dənə yazdıq? Çünki alkinlərin molekulunda 2 dənə pirabitəsi var. Və hər bir pirabitəsi 1 mol brom birləşdirir. Ümumilikdə isə formulumuz necə olacaq? C4H6 brom 4 şəklində olacaq. İkinci hissəni də artıq yazdığımız üçün baxaq üçüncü hissəyə. Burada nə deyir? Deyir, bu alkinin 10,8 qramının rəngsizləşdirdiyi 4%li bromlu suyun kütləsini hesablayın. Bunu da belə edəcəyik. Baxın, bu alkin neçə qramdır? 54 qram. Düzdür? 54 qram alkin, baxın, 4 dənə brom atomu var. Bir dənə də brom atomu 80 qramdır. Yəni 4 dəfə 80, 320. 320 qram brom birləşdirir. Bəs yaxşı, 10,8-ə neçə olar? 10,8 qrama da məsələn olacaq x qədər. X bərabərdir neçə? X bərabərdir 64 qram. Yəni 64 qram brom lazımdır. Məsələnin şərtində isə qeyd olunub ki, bu 64 4%dir. Bəs yaxşı 100% neçədir? 100% də olsun, məsələn, y. Buradan y-i tapsaq, y bərabərdir 1600 qram. Yəni 1600 qram 4%li bromlu su məhlulu lazım imiş ki, biz bunu, yəni bu reaksiyanı apara bilək. Sual 6. Sualda nə deyilir? İki müxtəlif maddə verilib, hansı ki onlardan biri alkin, digəri isə stiroldur və onların hər ikisinin kütləsi eyni qədər, yəni A qədər verilib. Daha sonra isə qeyd olunub ki, bunların hər ikisinin atom sayı bərabərdir. Birinci hissədə 4 atomu olan alkin verilib, kütləsi A verilib. Burada mən atom sayını bilsəm də, kütlə və alkinin formulunu bilmirəm. Ona görə mən bu atom sayına əsasən alkinin kütləsini, formulunu hesablaya bilmərəm. Bəs yaxşı, nə edəcəm? Baxacam stirola. Niyə? Çünki stirolun həm molekul formulunu bilirəm, həm də həmin o molekul formuluna əsasən atomlarının sayını bilirəm. İndi keçək artıq həllə. Baxın, stirolun yazılışı necədir? C8H8 şəklində. Düzdürmü? Burada neçə dənə atom var? 16 dənə atom var. Düzdür? İndi 16 atoma stirolun kütləsi 104 qramdırsa, bəs yaxşı, burada mənə verilən qiymət, yəni 4 atoma nə qədər olacaq? Məsələn, x qədər. Buradan x bərabərdir 4 vurulsun 104 bölünmüş 16. O da neçə edir? O da edir 26 qram. Demək, A neçə imiş? A 26 qram imiş. Bu da 26 qramdır. Bu da bərabərdir 26 qram. Daha sonra nə deyilir? Deyilir ki, alkinin kütləsi 26 qramdır, atomlarının sayı isə 4'dür. Buna uyğun olan ilk növbədə düşündüyümüz cavab nədir? Əlbəttə ki, asetilendir. Niyə? Çünki asetilen C2H2 şəklində yazılır və göründüyü kimi 4 atomu var. Eyni zamanda kütləsi də nə qədərdir? 26 qramdır. Bu bizim şərtimizə uyğundur. Yəni buna əsasən cavabı birbaşa yaza bilərik. Ancaq bizim bu cavabı bu şəkildə yazmağımız qismən doğru deyil. Niyə doğru deyil? Çünki biz burada olan, belə deyim, alkinin atom sayını və kütləsini bilsək də, alkinin formulunu bilmirik. Biz bunun formulunu tapmalıyıq. İndi düşünəndə ki, əgər 4 atom var, kütləsi 26 qramdırsa, bu asetilendir, uyğun gəlsə də bu tam həll yolu deyil. Tam həll yolu necə olacaq bəs? Tam həll yolunu yazaq. Alkinlərin kütlə formulu necədir? 14n-2. Düzdür? 14n-2-yə atom sayı nə qədərdir? 3n-2 qədər atom var. Düzdür? İndi
26 qramada nə qədər atom var? 4 dənə. Yəni burada tənasüb quraraq hansı ki 26-nı vururam 3n çıx 2-yə bərabər edirəm 14n çıx 2-ni vururam 4-ə. Bu şəkildə artıq bu bərabərlikdən n-in qiymətini tapıram. 3n çıx 2 vurulsun 26 bərabərdir 4 vurulsun 14n çıxılmış 2. Daha sonra 78 n çıx 52 bərabərdir 56 n çıx 8-ə. 22 n bərabərdir 44. Buradan n bərabərdir 2. Yəni karbon sayı neçəymiş? 2 imiş. C2H2. İndi də yenə asetilen tapdım. Düzdür. Ancaq mən bunu artıq düzgün həll yolu ilə tapdım. Yəni demək istədiyim odur ki, düzgün həll yolunu öyrənmək lazımdır. Cavabı variantlardan çıxarmaq bəzən lazım olur. Ancaq bu bütün hallarda tam doğru deyil. Beləliklə artıq birinci hissənin cavabını tapdıq. Yəni bizə nə deyir? Deyir A-nı hesablayın. A-nı tapdıq ki A 26-dır. Daha sonra nəyi tapırıq? Deyir ki alkin molekulundakı rabitələrin ümumi sayını hesablayın. Biz də bilirik ki bu artıq alkin olaraq asetilendir. Və bu asetilenin quruluşu da C, 3 qat rabitəsi və H şəklində yazılır. Burada neçə dənə rabitə var? 1, 3 dənə burada 4, bir də burada 5. Yəni birinci cavabımız A olacaq 26, ikinci cavabımız, yəni ikinci hissə olacaq artıq 5. Sual 7. Sualda nə deyilir? 2 mol alkin və x mol hidrogenin tam reaksiyasından tərkibində bərabər mol sayda alkin və alkan olan qarışıq alınır. Baxın, diqqət etsəniz, cümlənin əvvəlində heç bir alkan sözü yoxdur. Sadəcə cümlənin axırında işlənib. Bu nə deməkdir? Bu o deməkdir ki, alkan reaksiyadan sonra əmələ gəlib. Reaksiyanın əvvəlində alkan olmayıb. Baxın, 2 mol alkin və x mol hidrogen tam reaksiyaya daxil olub və nəticədə alkin və alkan əmələ gəlib, hansı ki, bunların mol sayı, yəni əmələ gələn alkin və alkanın mol sayı bərabərdir. Bu nə deməkdir? Bu o deməkdir ki, 2 mol alkinin 1 molu hidrogenləşib və tam hidrogenləşib, nəticədə 1 mol alkan əmələ gətirib. Yerdə qalan o hidrogenləşməyən alkin isə olduğu kimi qalıb və nəticədə son qarışıqda 1 mol alkin və 1 mol alkan alınıb. Biz bilirik ki, alkinlər CnH2n-2 şəklində yazılır. Yəni burada alkan kimi doymuş hala keçmək üçün nə qədər hidrogen lazımdır? 2 mol H2, yəni 2 mol hidrogen lazımdır. Üzərinə gəl 2 dənə H2 alınacaq nə? 1 mol CnH2n üstə gəl 2 qədər alkan. Baxın indi 1 mola nə qədər hidrogen sərf elədim? 2 mol. Deməli, burada bizə verilən hansı ki deyilir x hesablayın. Həmin x neçəymiş? 2 imiş. Niyə? Çünki bunun 1 mol, yəni alkinin 1 mol reaksiyaya daxil olub və 1 mol da reaksiyaya daxil olanda 2 mol hidrogenlə reaksiyaya daxil olur. Beləliklə, artıq birinci hissəni həll etdiyimiz üçün keçək digər hissəyə, yəni ikinci hissəyə. Bizdən nə soruşulur? Deyilir ki, alınmış karbohidrogenlər qarışığının orta molyar kütləsi 42 olarsa, alkin molekulundakı atomların ümumi sayını müəyyən edin. Baxın, biz bilirik ki, 1 mol alkinimiz var və 1 mol alkanımız var. Düzdür? Ancaq biz bunun hansı alkin və yaxud hansı alkan olduğunu bilmirik. Bəs yaxşı, bunu necə hesablayacağıq? Bunu da hesablamaq üçün bizə verilən şərtdəki 42 rəqəmindən istifadə edirik. Artıq başlayaq hesablamamızı aparmağa. Burada necə edəcəyik? Baxın, alkinin kütləsi 14n-2 düsturu ilə hesablanır. Düzdür? 1 vurulsun 14n-2, üzərinə gəl 1 vurulsun. Alkanlarda da kütlə formulu necə idi? 14n üstə gəl 2 şəklində. Düzdür? Böl 1 plus 1, yəni 2. Bu da bərabərdir neçəyə? 42-yə. Daha sonra 14n üzərinə gəl 14n. Niyə? Çünki baxın, bundan bu artıq getdi. Bərabərdir 42 vurulsun 2-yə. Buradan 28n bərabərdir 84. N də bərabərdir 3. Deməli, alkinimiz C3H4, alkanımız isə C3H8 imiş. Bunu da hesabladıq.
Daha sonra nə deyir? Deyir ki, alkin molekulundakı atomların ümumi sayını müəyyən edin. Baxın, alkin burada hansıdır? C3H4 olan. 3 ilə 4-ü toplayırıq, o deyilir 7. Artıq məsələmizin ikinci hissəsində tam başa vurduq. Sual 9. Sualda nə deyilir? 0,2 mol alkinin 1600 qram X faizli bromlu suyu rəngsizləşdirməsi nəticəsində hibrid orbitalların sayı 25% artır. Alkinin kimyəvi formulunu müəyyən edin və X-i hesablayın. Baxın, burada bir mötərəzə işarəsi var ki, onun içərisində yazılıb alkin və brom 1/2 nisbətində reaksiyaya daxil olublar. Bu nə deməkdir? Baxın, götürülən alkin nə qədərdir? 0,2 mol. Düzdür? Biz də bilirik ki, burada artıq şərtdə 1-in 2-yə nisbəti verilib. Deməli, 0,2 mol alkin isə brom nə qədər olacaq? Brom olacaq 0,4 mol. Düzdür? Yəni 0,4 mol brom 2 reaksiyaya daxil olub. İndi isə hesablayaq görək 0,4 mol brom molekulu neçə qramdır? Biz bilirik ki, 1 mol brom nə qədərdir? 160 qram. Düzdürmü? Bəs yaxşı, 0,4 mol nə qədər olacaq? Bu da olacaq məsələn A qədər. Buradan A bərabərdir 64 qram. Yəni 64 qram brom reaksiyaya daxil olacaq. Bəs yaxşı, 1600 qram məhluldursa və bu məhlulun tərkibində 64 qram brom varsa, bu bromun faizi nə qədər olacaq? Yəni burada göstərilən X nə qədər olacaq? Bunu da necə hesablayarıq? 64-ü, yəni bromun kütləsini bölürük məhlulun ümumi kütləsinə və faizlə ifadə edirik. O da nə qədər edir? O da edir 4%. Yəni 1600 qram 4%li məhlul imiş. Daha sonra nə deyir? Deyir hibrid orbitallarının sayı 25% artır. Bəs yaxşı, bu nə deməkdir? Biz bilirik ki, alkinlərdə hibrid orbital sayı, bunu ayrıca yazaq, alkin. Alkinlərdə hibrid orbital sayı nə qədərdir? 4n-4 qədər. Əgər bu 1-in 2-yə nisbətdə bromla birləşirsə, deməli nə əmələ gətirəcək? Doymuş karbohidrogen. Yəni alkanların ümumi formuluna uyğun olan, ümumi formul dediyim, yəni orada hidrogen sayı artmır, sadəcə hidrogen sayını əvəz edəcək brom artır. Yəni doymuş karbohidrogenə uyğun olan nə əmələ gətirir? Birləşmə əmələ gətirir. O da nəyə uyğundur? Biz bilirik ki, doymuş karbohidrogenlər alkanlara uyğun gəlir. Deməli bu alkanlara uyğun olacaq. Yazıram bura alkan. Burada da hibrid orbital sayı nə olacaq? 4n. Daha sonra nə deyir? Deyir ki, burada 25% hibrid orbital sayında artım var. Baxın, bunu qarışdırmaq olmaz. 25% artım dediyi o nəzərə tutulur ki, bunun özü 100%-dir. Bunun 25%-i qədər artım baş verib. Bəs yaxşı, bunun 25%-i qədər artım nəyə uyğun gəlir? Baxın, burada 4n-ləri ixtisar etsəm, bir dənə qalır? 4 qalır. Yəni, üstə gəl 4. Bu 4 25%-ə uyğundur. Yaxşı, bəs indi 4-ə 25% deyirsə, 100%-ə neçə imiş? Məsələn, B imiş. Buradan B ilə bərabərdir neçə? 16. Biz də bayaq nə dedik? Dedik ki, bu, yəni artım 25% artım. 4n-4-ün 100%-nin 25%-idir. İndi əgər 4n-4 100%-ə uyğun gəlirsə, yəni ki, 4n-4 bərabərdir 16-dırsa, 4n bərabərdir 20. Buradan n neçə olacaq? N olacaq 5. Yəni, birləşməmizin formulu C5H8 imiş. Sualın şərtində də qeyd olunub ki, alkinin kimyəvi formulunu müəyyən edin. Və biz də onu müəyyən etdik ki, artıq bu C5H8 imiş. Eyni zamanda ikisi də hesabladıq. İkisi də bayaq dedik ki, 4%-dir. Sual 10. Sualda nə deyilir? Benzol və alkin qarışığının 23,8 qramının tam hidrogenləşməsinə 0,8 mol hidrogen sərf olunur. Bu qarışığın hidratlaşmasına isə 1,8 qram su tələb olunarsa, burada ilk növbədə diqqət edəcəyimiz hissə nədir? Əgər mən məsələnin həllini 0,8 mol hidrogenə görə aparsam, hansı ki, yəni bu benzol və alkinin qarışığının hidrogenləşməsinə 0,8 mol hidrogen sərf olunub deyir. Yəni ona görə aparsam, bu səhvdir. Niyə səhvdir? Çünki burada mən benzol və alkinin mol sayını bilmirəm.
Ancaq burada əlavə bir yeni cümlə var, hansı ki orada deyir ki, 1,8 qram su tələb olunur. Nəyə tələb olunur? Bu qarışığın hidratlaşmasına. Və biz də bilirik ki, benzol su ilə reaksiyaya daxil olmur. Deməli, burada reaksiyaya girən nədir? Alkin. Bəs yaxşı, alkinlər su ilə necə reaksiyaya daxil olurlar? Biz bilirik ki, alkinlərdə 2 dənə pirabitə var, düzdür? Amma bu 2 pirabitəsinin olmasına baxmayaraq, yalnız 1 mol su ilə reaksiyaya daxil olurlar ki, bu zaman alkin asetilin olarsa aldehid, digər alkinlər olarsa isə keton alınır. Bu dediklərimizdən istifadə edərək artıq həll yolumuzu apara bilərik. Yəni həllimiz nəyə əsasən başlanacaq? 1,8 qram suyun istifadə olunmasına əsasən. Tamam, indi isə keçək artıq həllimizi yazaq. Alkinin hansı alkin olduğunu bilmirik. Sadəcə bildiyimiz odur ki, alkinlərin ümumi formulu CnH2n çıx 2 şəklindədir. Və buradan 1 mol alkinin kütləsi 14n çıx 2 olacaq. Düzdür? 14n çıx 2 qədər alkin nə qədər su birləşdirir? 18 qram. Düzdür? Əgər 1,8 qram birləşdiribsə, artıq bu nə deməkdir? Bu o deməkdir ki, alkin 1 mol deyil, neçə moldur? 0,1 moldur. Yəni 0,1 mol alkin var. Tamam, bunu bildik. Daha sonra nə edirik? Biz bilirik ki, artıq 0,8 mol hidrogen tam sərf olunub nəyə? Hidrogenləşməyə. Benzol da hidrogenləşə bilir, alkin də hidrogenləşə bilir. Alkin 2 mol hidrogen birləşdirir, benzol isə 3 mol. Yadda saxlayın ki, benzol hidrogenləşəndə siklohexana keçir. N-heksana deyil. İndi burada yazırıq həmin o bayaq dediyimiz hansı ki benzol və alkinin hidrogenləşməsini. Baxın, benzol C6H6 kimi yazılır, düzdürmü? Bunun üzərinə gəlirik 3 dənə H2, yəni 3 mol H2. Daha sonra alkinin, yenə deyirəm, N-nin qiymətini, yəni karbon sayını, hidrogen sayını bilmədiyim üçün onu ümumilikdə ilə 14N çıx 2 kimi yazacağam. Və bu da nə qədər hidrogen birləşdirir? 2 mol. Niyə 2 mol hidrogen birləşdirir? Çünki 2 dənə pirabitəsi var. Və hər bir pirabitəsi 2 hidrogen atomu birləşdirə bilir. İndi nə deyir? Deyir ki, bu qarışıq, bax bu göstərdiyimiz, yəni yazdığımız qarışıq neçə qramdır? 23,8 qramdır. Və bu qarışığın tam hidrogenləşməsinə nə qədər hidrogen sərf olunub? 0,8 mol. Düzdür? İndi əgər burada 0,1 mol alkin varsa, biz bilirik ki, baxın, 1 mola 2 mol nə sərf olunur? Hidrogen sərf olunur, hansı ki, alkinin hidrogenləşməsinə. Bəs yaxşı, 0,1-ə nə qədər olacaq? Olacaq 0,2. Düzdür? İndi 0,2 mol hidrogen alkinin hidrogenləşməsinə sərf olunubsa, deməli bu 0,8-dən 0,2-sini çıxsam, qalacaq 0,6. Hansı ki, bu aldığım rəqəm də artıq benzolun hidrogenləşməsinə sərf olunacaq. İndi benzolun hidrogenləşməsinə 0,6 mol hidrogen sərf olunubsa, nə qədər benzol var imiş? Baxın, 1 mola 3 mol sərf olunur. Düzdür? Bəs yaxşı, nə qədər mola 0,6 mol sərf olunar? Buradan x-i tapsaq, x bərabərdir 0,2 mol. Deməli, 0,2 mol nə var imiş? Benzol var imiş. Düzdür? İndi mən bu qarışığın kütləsindən benzolun kütləsini çıxıb və aldığım rəqəmi mol sayına, yəni 1 mola uyğun gətirərək alkinin kütləsini hesablayacağam. Mən bilirəm ki, 0,2 mol benzolum var. Düzdür? 0,2 mol benzol nə qədər eləyər? 0,2-ni vuraram benzolun kütləsinə. Benzolun da kütləsi 1 mol üçün 78 qramdır. Vururam bunu 78-ə, o da bərabər eləyir 15,6 qram. Deməli, 15,6 qram nə var imiş? Benzol var imiş. Bunu tapdım. Bəs yaxşı, qarışığın kütləsi nə qədər idi? 23,8 qram. Düzdür? 23,8-dən çıxacam 15,6-nı, o da bərabər eləyir 8,2 qram. Bəs yaxşı, bu 8,2 nəyin kütləsidir? Bu da alkinin kütləsidir. Düzdürmü? İndi biz bayaq tapdıq ki, alkin 0,1 moldur. 0,1 mol alkin 8,2 qramdırsa,
1 mola nə qədər olacaq? Olsun y qədər. Y də bərabərdir 82 qram. Biz də bilirik ki, alkinlərin ümumi kütlə formulu 14n/2-dir. Və bu 14n/2 bərabər olacaq nəyə? 82-yə. İndi buradan 14n bərabərdir 84 və n neçə olacaq? N olacaq 6. Düzdür? Yəni karbon atomunun sayı 6 imiş. C6H10. Düzdür? C6H10 nədir? Bizim alkinimizin ümumi formulu. Keçək məsələmizin digər bizə verilən hissələrinə. Burada nə deyilir? Qarışıqda neçə qram benzol olduğunu hesablayın. Biz artıq onu hesablamışıq. Neçə qram benzol var idi? 15,6 qram. Düzdürmü? Daha sonra nə deyir? Deyir alkin molekulundakı sp3 hibrid orbitallarının sayını hesablayın. Daha sonra isə alkinin kimya formulunu yazın. Baxın, alkin kimya formulunu artıq biz yazmışıq. İlk öncə bunu bilməliyik. Çünki bunu bilməsək, hibrid orbitallarının sayını hesablaya bilmərik. sp3 hibridləşmə əmələ gətirən karbon atomları hansılar olacaq? Biz bilirik ki, alkinlərdə 2 dənə karbon atomu 3 qat rabitə ilə nə edir? Bir-birinə birləşir. Və bunların hər ikisi sp hibridləşmə halındadır. Daha sonra buna birləşən karbonlar isə hamısı nə olur? sp3 olur. sp2 ola bilməz. Niyə? Çünki sp2 olsa artıq bu alkin olmaz. Görün, baxın burada 3 dənə rabitə var, burada 2 dənə rabitə var. Bu artıq alkin olmadı axı. Deməli buna birləşənlər hamısı nə olacaq? sp3 hibridləşmə halında olacaq. 2 qat rabitə olmayacaq. İndi əgər mən ümumi karbon sayından, yəni 6-dan bu 2 dənə karbonun sayını çıxsam, nə qalar? 6-2 bərabərdir 4. 4 dənə karbon atomu qalar ki, bunların hamısı da sp3 hibridləşmə əmələ gətirir. Biz də bilirik ki, sp3 hibridləşmə halında olan karbon atomunun 4 dənə hibrid orbitalı olur. İndi burada da 4 dənə karbon var. Yəni 4 vurulsun 4, o da bərabərdir 16. Yəni 16 dənə sp3 hibrid orbitalı olacaq. Sual 11. Sualda nə deyilir? Alkin və oksigendən ibarət qarışığın normal şəraitdə sıxlığı 1,5-dir. Tam yanma reaksiyası zamanı qarışıqdakı maddələr tam sərf olunub. Baxın, burada bu tam sərf olunub sözü bizə çox vacib, yəni lazımdır. Bunun səbəbini də deyəcəm sizə. Keçək artıq məsələmizin həllinə. İlk növbədə həll edəcəyimiz hissə odur ki, alkin və oksigendən ibarət qarışığın orta molyar kütləsi neçədir? Çünki biz bilirik ki, qaz qarışığının sıxlığı deyildikdə rho bərabərdir m orta bölünmüş 22,4 litr düsturundan istifadə edirik. Düzdürmü? İndi əgər rho 1,5-dirsə və V-nin Vm, yəni sabit olduğunu bilirəmsə, 22,4 olduğunu yəni bilirəmsə, burada m orta necə olacaq? M orta da bərabər olacaq 1,5 vurulsun 22,4-ə. Yəni m orta bərabərdir 33,6. Düzdür? 33,6 qram qarışığın orta molyar kütləsidir. Bəs yaxşı, qarışıqda alkinlə oksigen nə qədərdir? Burada diqqət edəcəyimiz hissə nədir? Baxın, qarışıqda alkin və oksigenin konkret olaraq neçə mol olduğunu bilmirik. Ancaq şərtdə qeyd olunub ki, qarışıqdakı maddələr tam şəkildə sərf olunub. Yəni, heç bir maddədən artıq qalmır. Və biz bilirik ki, maddələrin mol nisbətini sabit saxlamaqla bütün rəqəmləri, yəni nisbətdə olan rəqəmləri 2, 3 və s. dəfə artırıb azalda bilərəm. Yəni, nəticədə m ortanın qiyməti dəyişmir. Bunu sizə belə deyim, guruldayıcı qaz üzərindən həll edərək baxaq. Baxın, guruldayıcı qazda 2 mol hidrogen və 1 mol nə olur? Oksigen olur. Düzdür? İndi baxın, bunun m ortasını tapaq. 2 və 1 mola görə. Biz bilirik ki, hidrogen 2 qramdır, oksigen də 32 qram. Düzdür? 2 vurulsun 2, üzərinə gəl 1 vurulsun 32, böl 2 üstə gəl 1. Yəni, molların cəmi. O da edir 3. Bərabərdir neçə? Olacaq 12. Düzdür? İndi bax, burada olan 2 və 1-i 2 dəfə artırıram. Necə olacaq? 4 vurulsun 2, üzərinə gəl 2 vurulsun 32, böl 4 ilə 2-nin cəmi, yəni 6. O da bərabərdir 12. Yəni, demək istədiyim odur ki,
M ortanın qiyməti dəyişməz olaraq qaldı. Və bundan istifadə edərək hansı reaksiya üzrə CN H2N çıx 2 üzərinə gəl 3N çıx 1 böl 2 qədər oksigen reaksiyası üzrə mol nisbətini necə götürəcəm? 1 mola, çünki baxın bu 1-dir. 1 mola bunu 2-yə bölsəm 1,5 N çıx 0,5 mol qədər oksigen kimi qəbul edə bilərəm. Düzdür? İndi burada necə olacaq? Olacaq 33,6 bərabərdir. 1 vurulsun alkinin kütləsi üzərinə gəl 1,5 N çıx 0,5 vurulsun oksigenin kütləsi bölünsün bununla bunun cəminə 33,6 bərabərdir 1 vurulsun 14 N çıx 2 üzərinə gəl 1,5 N çıx 0,5 vur 32 düzdür bölünsün 1 üstə gəl 1,5 N çıx 0,5 bu da bərabərdir nəyə? 14 N çıx 2 üstə gəl 48 N çıx 16 böl 1,5 N üstə gəl 0,5 düzdür? İndi biz bunu 33,6-ya yəni burada olanı bura yazıb bərabərləşsəm necə olacaq? 33,6-nı vuracam bura onu da bərabər edəcəm bu sürətə. İndi necə olacaq? 33,6 vur 1,5 N üstə gəl 0,5 bərabərdir 62 N çıx 18 düzdür? Buradan 50,4 N üstə gəl 16,8 bərabərdir 62 N çıx 18-ə. İndi buradan da 11,6 N bərabərdir 34,8-ə. Düzdür? Yəni N bərabərdir neçə olacaq? N bərabərdir olacaq 3. Deməli, alkinin formulu necə imiş? C3H4 imiş. Bunu tapdıq. Daha sonra sualın şərtində nə deyilir? Deyilir ki, alkinin kimya formulunu müəyyən edin. Artıq biz bunu hesablamışıq. Və onun molekulundakı hibrid orbitalların sayını hesablayın. Biz də bilirik ki, alkinlərdə hibrid orbital sayı 4N çıx 4 düsturu ilə hesablanır. N'in qiyməti neçədir? 3. Düzdür? İndi yerinə qoyub yazaq. 4 vurulsun 3, çıxılsın 4. Yəni 12 çıxılmış 4, o da bərabərdir 8. İkinci cavabımız da olacaq 8. Belə, artıq gəlib çatdıq videomuzun sonuna. Əgər siz də bizimlə hazırlaşmaq istəyirsinizsə, yuxarıda göstərilən nömrəyə və yaxud Instagramdan Masum Kimya hesabının direkt bölməsindən bizə yaza bilərsiniz. Sağ olun, salamat qalın.